nətərdir? O əsərdə çıxıram yuxarıda uşağı gizlətmişəm, oranı bağlayıram, pelikanla düşürəm, pelikanı götürürəm, yaxşı bir orada gücü mahnısında oynayıram və nərdivan da mənim çiynimdə oynayır, çıxıb gedirəm. Bunu hamısını eləmişəm, bildin? Orada xırda stullar var, belə yerdən bu qədər hündür. Onun üstündə oturmuşam, durmuşam və uşaqlara da məcbur edilmişəm ki, orada oturun. Böyük stolların üstündə oturmayıblar. İndi o stulların otura bilmirəm, otursam qalxa bilmərəm. Sərxan, bu dəqiqə vəziyyətiniz necədir? Halınız necədir? Səhətiniz necədir? Vəziyyətim yaxşı. Can ağrıyanda yada nə düşür Səvaş müəllim? Can alan. Adam canı ağrıyanda heç şey yadına düşmür. Heyfsləni, o keçmiş cavanlıq dövrü heyf deyir ki, o günləri mən yaşanmışam. Bax, bu dəqiqə cavan olsaq nə edərdiniz ki? Nəyin üstə qoyardınız? Cavanlığını nə eləmişəm, mən onu təkrar eləyərdim. Məsələn, nə eləmişdiniz cavanlıqda? Yaxşı oynamışam.